Səmimi olarak bir kardeşçesine bu bizim çok kalbimize dokunuyor. Azərbaycan və İsrail arasında dostluq münasibətləri Türkiyədə narazılıqla qarşılanır. Sosial şəbəkələrdə bununla bağlı İstanbulda etirazın keçirildiyini göstərən fotolar yayılıb. Onlar Azərbaycanı Qəzzanı bombalayan İsraillə əlaqələr qurmaqda günahlandırırlar. Bir müddət əvvəl isə Türkiyəli millət vəkili İsraili dost adlandırdığı üçün Azərbaycanı tənqid edib. İsrail'e dostumuz diyorsunuz. Ondan sonra da iki devlet bir millet. Böyle şey mi olur ya? Utanın, bebekler ölürken ortaklık mı olur ya? Azərbaycanda və Türkiyədə hökumət-yönlü medialar bu məsələlərdən yazmırlar. Lakin qeyri-rəsmi formada yayılan videolarda Azərbaycan hökumətinin də bu tənqidlərdən narahat olduğu görünür. Türkiye basınında tabii hepsinde yok. Bazılarında bazen böyle bir başlıklı yazılar çıkıyor ki Azerbaycan Siyonist rejiminle bir araya geldi. Azerbaycan Gazze katliamında əli oldu. Azerbaycan sanki Filistin problemi elə Azerbaycanla bağlıymış. Səmimi olarak bir kardeşçesine bu bizim çok kalbimize dokunuyor. Prezidentin köməkçisi Azərbaycanın İsraillə dostluq münasibətini Qarabağ münaqişəsi ilə əlaqələndirib. O, məhz İsraildən alınan silahlar hesabına Azərbaycanın 2-ci Qarabağ müharibəsində qalib gəldiyini deyib. Avrupa'nın, ABD'nin silah pazarı bize bağlı olan da İsrail'den bunu almış. Ve İsrail de bize diplomatik destek de vermiş. Mesela ABD'de Ermeni lobbisine karşı hak sesimizi duyurabilecek Yahudi lobbisi bize destek vermiş. Bunu da gizletmiyoruz. Burada gizledeceğimiz bir şey de yok. Bunu da açık konuşuruz. Hikmət Hacıyev Türkiyədə Fələstin məsələsinə görə Azərbaycanın tez-tez tənqid olunmasına da münasibət bildirib. Bugünlerde Filistin'de orada bazı şeyler baş verir ama Azerbaycan'ın bu iradesinden kenar. Bizim gücümüzden kenar. Bölgenin daha önemli ülkeleri var ve onların da yapabileceği bir şeyler yok. Bak bundan fazlası yani yalnız bunun günahkarı Azerbaycan mı? Yani bu haklı değil vallahi.